Salam, Rofum ve Dinamo Moskva komandasının oyundan izleyirsiniz ve başlayır. Yusif topladı. Daniel topu götürür. Daniel'den kapıya zərbə ama top kapıdan kenara çıkıyor. Kapıdan zərbə ilə Yusif oyuna başlayır. Yusif'ten ötürmə Halil'dən çaşqınlıq və Mahmud'dan bir gol. Və 1-0 Dinamo Moskva öndədir. Mərkəzdən oyuna başlayırlar və Yusif Yusif'ten Halil'den çaşqınlıq və Raul'dən ikinci gol gəlir. Dinamo Moskva 2, Rofum 0. Top mərkəzdən başlayırlar. Halil'dən Əliağa, Ramos'dan Yusif Maksudu keçir. Daniel ondan topu alır. Out. Dinamo. Əliağa çıxa bilmir. Raul'da out. Çıxır top. Ramos başlayacaq. Xeyr. Halil başlayır oyuna. Halil'dən Yusif'e. Yusif'ten uzun ötürmə ama Dinamo Moskva'nın oyuncuları əldə edir topu. Daniel irəliləyir. Daniel'dən Raul'a, Maksuda və Maksud'dan 3-cü gol gəlir. Və 3-0 Dinamo Moskva öndədir. Yusif'e ötürmə, Yusif'ten uzun ötürmə. Maksud'dan Əliağa ala bilmir ama Yusif topu alta çıxardır. Başlayırlar Daniel'den birbaşa qapıya və 4-0 Dinamo Moskva Rofuma. Мы начинаем. Даниэль здесь, тоже здесь. Где должен быть? Кстати, придет Месси. Yusif. Давайте. Гол твой. Пас. И заканчиваем. Kapıdan zərbə. Kapıdan zərbəyə Yusif oyuna başlayır. Yusif və Raul mücadeləsində Raul qələbə qazanır. Raul'dan irəlilədi ama Halil imkan buna vermir. Raul'dan uzun etdirmə Əliağa qarşısını alır və Halil alabiləcəkmi Daniel'dən topu? Halil Daniel'lə mücadeləsində yerə yıxılır ama oyun davam edir. Əliağa və Ramos və out. Rofum. Əliağadan Yusif'e ötürmə. Oyun yeniden başlayır. Yusif out'a başlayır. Halil topu götürür. Uzun ötürməni Yusif karşısına alır. Yusif'ten top out. Dinamo Moskva oyuna başlar. Yusif topu götürür. Yusif'ten ötürmə Daniel karşısına alır ve Halil ve out.
Maksut nazad. Başka. 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 Buyur. Sunum şeklinde. İçler. Maksudi. 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 Əliağadan qaydan topa Daniel golla cavablandırır. Hesab 5-0 Dinamo Moskvanın xeyrinədir. Top mərkəzdən başlayır. Ramos'dan Yusif'e uzun ötürmə. Yusif'dən birbaşa qapıya və 5-1 olur hesab. Raul. Raul'dan qapıya doğru zərbə, amma top kənarlaşır. Qapıdan zərbə. Yusif oyuna başlayır. Raul və Yusif qarşı-qarşıya. Və Raul ondan topu almaq istəyir və Maksud gol vurur. 6-1 Dinamo Moskva öndədir. Halil. Halil'dən Yusif ötürmə. Yusif Raul'la mücadilə edir. Yusif'dən ötürmə Ramos'a. Ramos'dan Raul ala biləcəkmi? Ramos Raul mücadeləsindən out. Dinamo Moskva. Maksud başlayır oyuna və Halil'dən Ramos istiqamətində ötürmədən alınmır. Raul və top qapıdan kənar çıxır. Qapıdan zərbə. Yusif oyuna başlayır. Yusif'dən ötürmə Ramos'a. Ramos topu ötürə bilmir. Və top Raul'da. Raul'dan Maksuda, Yusif kapıya giden topu kenarlaştırır. Küşten zərbə. Ve Raul topladı. Raul'dan Ramos yere yıkılır ve topu kenarlaştırır. Maksut boştaydı. Maksut'tan zərbə, ama Halil topu kenarlaştırır. 2-3'ten zərbə. Maksut başlayır. Daniel'den ötürür. Daniel ve Halil karşılaşması. Uzun ötürmə. Daniel ve Yusif'in karşılaşmasına ötürmə və Yusif, Halil ve Ramos ötürməyi də bilmir. 2-1 qalırlar. Maksud və Əliağa. Halil Raul'a karşı. Raul ve Halil'in mücadelesinde Halil qələbə qazanır. Out Rofon. Yusif ötürmə. Yusif'ten Halil'e. Halil Əliağa yere yıkılır. Out Rofon.
Uzun ötürmə Yusifdən. Ramosdan Yusifə tərəf. Yusifdən uzun ötürmə Daniel. Və Halildən top çıxır və out Dinamo. Yusif outun qarşısını alır, amma Ramos yerdə qalır. Ramosdan top Raul'a deyip çıxır və yenidən out. Götürmə Makşuda istiqamətində, amma Makşud onu görə bilmir. Qapıdan zərbə. Nəzərinizə çatdırım ki, hesab 5-1 Dinamanın xeyrinədir. Və Halillə Yusifə ötürmə. Yusifdən çaşqınlıq və Raul zərbə vurur, amma top qapıdan kənara çıxır. Yusifdən ötürmə Ramos istiqamətinə. Raul və Əliyağa. Və Əliyağadan altı çıxır. Evet, Daniel'den Raul'a. Halil irəliləyir. Daniel onun qarşısını kəsir. Raul'un hücumu və Seyiddən yenə Raul'a ötürmə və gözəl gol. Hesab 6-1 Dinamo Moskvanın xeyrinədir. Yusuf ötürmə, Yusuf'dan uzun top, ama top kapıdan kənara çıxır. Seyiddən Raul topu götürür, Raul irəliləyir, Raul ikinci adamı keçir, amma top out'a çıxır. Out Rofum. Yusif uzun ötürmə ilə Ramos istiqamətinə. Out Rofum. Birbaşa kapıya, ama gol sayılmıyor. Ve Ramos'tan Yusif'e istikametine ötürmə ve Yusif'ten top kapıdan kenara çıxır. Out. Dinamo. Ve uzun ötürmə Raul Qoz edir və gol. 7-1 Dinamo Moskva öndədir. Mərkəzdən oyuna başlayırlar. Yusif'dən Ramos'dan yeniden Yusif'dən gözəl zərbə, amma top oyuncuya deyib çıxır. Küşdən zərbə. Yusif'dən uzun ötürmə Ramos istiqamətinə, amma top oyuncuya deyib out'a çıxır. Out Rofum. Və Ramos oyuna başlayır. Xeyr, Yusif'e verirlər.
Yusif oyuna başlayır. Ramos istiqamətini ötürür. Ama top birbaşa qapıya girir. Ve bu gol sayılmaz. Ve Daniel istiqamətini ötürmə, ama out Rofum. Yusif'ten için ötürmə. Daniel. Ve çok güzel 2'ye 1 ama Halil Yusif'ten Ramos istiqamətine ve gol. 6-2 Dinamo komandası öndedir. Rofum aradaki hesabı biraz da azaldır. Yusif çevir, ötür de ötürtecek. Ötür ver Halil'e. Halil'le onu. Ramos istiqamətini ötürür. Ramos'tan Yusif'e uzun ötürme ama out Dinamo. Daniel oyuna başlayır. Raul'dan uzun zərbə ve gol. Hesab 7-2 Dinamo Moskvanın xeyrinədir. Oyunun 17-ci dəqiqəsidir və hesab 7-2 Dinamo xeyrinədir və Yusif'dən qapıya doğru zərbə, ama top qapıdan kənarlaşır. Qapıdan zərbə. Daniel. Yusif topu alabilecek mi? Topu götürür. Yusif topla çok lazımsız hərəkətlər edir. Ama təhlükə savuşdu. Out Rofum. Yusif'ten ötürmə. Halil istiqamətində. Halil vurdu və 7-3. Rofum aradaki hesap fərqini biraz da azaldır. 7-3 Dinamo Moskva öndedir. Oyuna başlayırlar Raul'dan. Said'e, Said, Daniel, Said yeniden, Daniel'den Raul'dan out. Uzun ötürmə ve top kapıdan kənara çıxır. Qapıdan zərbə. Daniel ve Yusif'in çaxlaşmasına out. Daniel ötürür. Raul istiqamətine. Out. Başlayırlar. Out Rofum.
Üstten uzun ötürmə. Rüşvə uzun ötürmə. Yusif'dən zərbə. Qarşısını öz oyuncuları alır. Yusif pauz edir. Yusif'dən yenidən uzun ötürmə ama Raul yerindədir. Out. Dinamo Moskva. Uzun ötürmə Yusif'ə. Yusif'dən zərbə və out. Dinamo Moskva. Və Dinamo Moskva növbəti hücumunu 8-ci qolu vurur. 8-3. Dinamo Moskva öndədir. Nəzərinizə çatdırım ki, oyunun 22-ci dəqiqəsi gedir. Hesab 8-3. Dinamo Moskvanın xeyrinədir. Başlayırlar Yusif. Yusif görəsən pas verir. Amil. Out. Dinamo Moskva. Dinamo Moskvadan Seyit. Seyit topu götürə bilmir. Yusif ondan alır və qapıya doğru zərbə. 8-4 olur hesab. Hesab arasındakı fərq 4'e. Yusif alır və topu küncdən zərbə. Küncdən zərbəyə Yusif oyuna başlayır və xət boyunca topu göndərir. Amil olmalıdır. Saiddən Amilə Yusif. Yusif 4 nəfərin arasında, 3 nəfərin arasında qalır. Yusif topu bırakmır. Yusif rəqabəti bırakmır. Yusif və out. Dinamo Moskva. Və 9-cu gol gəlir. Hesab 9-4. Dinamo Moskvanın xeyrinədir. Və Ramos'tan Yusif'ə, Yusif'dən Halil istiqamətinə, Halil'dən yenidən Yusif'ə. Yusif'dən uzun ötürmə ama qarşısını alırlar. Yusif'dən geçən top golla nəticələnir. Hesab 14. Dinamo Moskvanın xeyrinə olur. Və birinci hissənin sonu olur. İkinci hissədə görüşənədək.